Bu günlərin biz yenə Ağşəhərdəyik. Ağşəhərdə bu restoranımızın adı nədir? Cappuccino'dur. Çox qəşəng restorandır. İçindən çox xoşum gəldi. Mütləq şəkildə biz də bura gələcəyik. Burada 3 dənə sabit tentdir. 3 dənə sabit tent modelinin üzərinin örtüyünün dəyişdirilməsini həyata keçirmişik. Bir də burada göstərmək istəyirəm ki, baxın görün məsələ nədir. Burada isə Cappuccino'nun terrası hazırlanır. Bu terras hazırlanandan sonra isə biz bura 2 dənə çətir yerləşdirəcəyik, hansı ki 350-nin 350-yə. Onu da mütləq sizin üçün çəkəcəm, paylaşacağım. İndi isə baxın çətirlərimizin gözəlliyinə zövq alın.